Ben hele elə bildim ki, nargile azadmı? Yok yok. İnsan mürəkkəb varlıqdır. O tək tərəfli deyil. Yəni o sırf bioloji varlıq deyil. Hə, nələrsə tapırsan, qarnını doyuzdurursan vəssalam. Yox, insanın mənəvi tərəfi var. Və mənəvi aclığını doyuzdurmayanda insan sırf bioloji varlığa, heyvana çevrilir. Yəni ancaq yeməyə, içməyə, belə şeylərə hədəflənir. Və Azərbaycandakı yaratmaz idarə etmə sistemi Azərbaycanın heyvanistana, insanların da heyvanlara çevrilməsi prosesini demək olar ki, başa çatdırıb. Çünki insanların hədəfləndiyi sahələri, baxdığı, dinlədiyi şeyləri görəndə adamın əli üzündə qalır. Halbuki Azərbaycan mədəniyyət sahəsində də möcüzələr yaradacaq bir potensiala malikdir və bu sahədə də insan kapitalımız belə var. Bizim insanımız hər sahədə istedadlıdır. Amma yox, Əliyevlər hər bir sahəni monopoliyaya alıblar, mədəniyyət heç daha baxımsız qalıb, turizm sahəsini də qapazlayıblar və bu sahədə o qədər bahaçılıq, o qədər yaratmaz xidmət var ki, 99% kasıblığın sınırlarında yaşayan ölkə insanının ölkənin daxilində belə gəzmək, istirahət etmək imkanları yoxdur. Şəkini götürək. Bu şəhərin ruhunu duymaq üçün heç olmasa 10 gün burada qalmalısan. Amma mənim belə imkanım yoxdur buna. Ona görə də sadəcə qaçamaq nələrəsə gedib, yəni bir damla da olsa nələrsə göstərmək istədim ki, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada gözəl nələrsə olmasın və sırf Şəkidən inanın ki, doğru düzgün idarə etmə sistemi olsaydı milyonlar, milyardlar qazanmaq olardı. Necə gözəl yaşayardı mənim insanım. Amma indi isə ölkə daxilində belə gəzə bilmirik. Və Şəkidə mədəniyyət evinin, yəni teatrın qalması çox gözəl bir nəsnə idi. Yəni məni heyran edən bir nəsnə idi ki, burada hələ teatr var, tamaşalar qoyulur və bu zaman da bir tamaşanın da qoyulduğunu gördüm, dar ağacı və bu elə bir simvolik sonluq olsun mənim videoma ki, bu ölkədə bir dar ağacı qurulmalıdır və bəzi insanlar bu dar ağacından asılmalıdır ki, bu ölkənin mədəniyyəti də, bu ölkənin rifahı da bir ağ günə çıxsın.